Salam, heç düşünmüsünüz ki, ailə daxilindəki münasibətlər bütün cəmiyyəti necə formalaşdırır? Hazır olun, çünki bu maraqlı mövzuya dərindən dalacaq. Sağlam olmayan ailə münasibətləri fərdlərə və cəmiyyətə necə təsir edir? Avtoritar valideynlərlə böyüyən uşaqlar çox vaxt avtoritar liderlərə çevrilirlər. Emosional manipulyasiya və şantaj korrupsiyaya və siyasi manipulyasiyaya gətirib çıxara bilər. Zorakılığa məruz qalan uşaqlar aqressiv və ya passiv vətəndaşlara çevrilə bilər. Patriarxal və avtoritar ailələr totalitar rejimlərə tabe olan vətəndaşlar yetişdirir. Evdə qərəzlilik və ədalətsizlik korrupsiyaya dözümlü cəmiyyət yaradır. Ailələrdə zəif ünsiyyət siyasi manipulyasiyaya həssas edir. Tənqid qorxusu söz azadlığını məhdudlaşdırır. Güc və qorxu üzərində qurulmuş ailələr bu xüsusiyyətləri idarə etmədə dəstəkləyir. Həddindən artıq valideyn nəzarəti şəxsi azadlıqlara məhəl qoymayan vətəndaşlar yetişdirir. Amma narahat olmayın, hər şey pis deyil. Sağlam ailə münasibətləri çiçəklənən cəmiyyət yaradır. Demokratik ailələr demokratik dövlətlər formalaşdırır. Evdə empatiya və hörmət ədalətli hüquq sistemlərini gətirib çıxarır. Uşaqlarda özünə inam güclü iqtisadiyyata çevrilir. Ailələrdə məsuliyyət şəffaf idarə etməni təşviq edir. Sağlam cəmiyyət üçün evdə sağlam münasibətlər qurmalıyıq. Ailə cəmiyyətin təməl daşıdır. Bizi izlədiyiniz üçün təşəkkürlər. Daha çox məlumat üçün bəyənməyi və abunə olmağı unutmayın. Növbəti dəfə görüşənədək.